Həkimlik mənim həyat tərzimdir. Mən başqa mövzular da olanda hər şeyə, hər bir mövzuya həkim kimi yanaşıram. Yəni gecə də gündüz də daima götürdüyüm xəstələr barədə fikirləşirəm. Təsəvvür eləyək ki, həkimlik məndən ötürü nə peşədir, nə ixtisasdır. Həkimlik mənim artıq damarıma, qanıma hopmuş həyat tərzidir. Belə bir məşhur sözlər var. Kasıb mərd olar, qoca arif olar, alim təvazökar olar, əskər igid olar. Maraqlıdır, bəs həkimlər necə olar? Ortaq bir formula var. Biz institutu qutaranda Hipokrat andı içdik və həyatımızın sonuna qədər biz o Hipokrat andına sadiq qalmalıyıq. Xəstəni ancaq sağaltmaq yox, həm də ruhən ona yaxın olmalıyıq. Onun bütün dediklərini dinləməliyik və ona həddən dayaq olaraq xəstəliyi sağaltmalıyıq.